Salam dostlar, bu il dövlət qulluğu kateqoriyalarında mühüm dəyişikliklər olunub və bu videoda mühüm dəyişikliklərə baxacağıq və bütün kateqoriyaları öyrənmiş olacağıq videonun sonunda. Buradan videonu dayandırıb dəftərinizə də bunları qeyd edə bilərsiniz. Bunların hamısı sizin üçündür. Ali kateqoriyaya nəzər salaq. Prezident Administrasiyası, Prezidentin İşlər İdarəsi, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibliyinin xidməti, buraya diqqət edin. Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə. İndi isə buradan birinci kateqoriyaya baxacağıq. Birinci kateqoriyada nələr var, hansı orqanlar var, onlara baxacağıq. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Məhkəmə Hüquq Şurasının aparatı, İnsan Hüquqları üzrə müvəkkilin aparatı, yəni Ombudsman, nazirliklər. İndi isə vaxt itirmədən ikinci kateqoriyaya baxacağıq. İkinci kateqoriyalarda nələr var, bunlara nəzər salacağıq. Buradan dəftərinizə də bu cür qeyd edə bilərsiniz və bu cür qeyd edəndə daha yadda qalan olur. İkinci kateqoriyaya nəzər salaq. Birinci Naxçıvanı yazmışam gördüyünüz kimi. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Prokurorluğu, Naxçıvan Muxtar Respublikasında Bakı şəhərində olan daimi nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Ombudsmanı. İndi isə keçirik Azərbaycana. Hərbi Prokurorluq, Apellyasiya Məhkəmələri, MSK-nın katibliyi, Korrupsiyaya qarşı mübarizə idarəsinin katibliyi, Audiovizual Şuranın aparatı, dövlət agentlikləri və xidmətləri. Burada xüsusi qeydim var. Bu da ikinci kateqoriyaya aiddir, amma çox müəllim bunu demir. Çox videolarda görə bilmərsiniz. Lakin mən sizə bunu deyəcəm, çünki bu istisnalara aiddir. Ona görə bunları sizin üçün xüsusi qeyd kimi yazmışam. Bakı Şəhər İcra Hakimiyyəti, Milli Arxiv İdarəsi, Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikası Prezidenti yanında dövlət sirrinin mühafizəsi üzrə idarələr arası komissiyanın katibliyi. Baxın, bunlar da hər biri ikinci kateqoriya dövlət orqanları sayılır. Bunları mütləq yadınızda saxlayın, hər bir imtahana düşür. İndi isə üçüncü kateqoriyalara baxacağıq. Nələr var üçüncü kateqoriya dövlət orqanlarında? Ombudsmanın regional mərkəzləri, müvafiq icra hakimiyyəti yanında yaradılan agentliklər, xarici ölkələrdə ticarət nümayəndəliklərinin aparatları, Bakı şəhər prokurorluğu. İndi isə Naxçıvana baxacağıq. Naxçıvanda MSK-nın aparatı, Naxçıvan Muxtar Respublikasında MİHO və Televiziya və Radio Şurasının aparatı. Bu diqqət etsəniz, bu Azərbaycanda Audiovizual Şura gedir. Naxçıvanda isə Televiziya və Radio Şurasının aparatı gedir. Və üçüncü kateqoriyada ixtisaslaşmış məhkəmələr var. Ağır cinayətlər məhkəməsi, inzibati məhkəmələr, kommersiya məhkəmələri və hərbi məhkəmələr. Məhkəmələri daha sonra daha ətraflı izah eləyəcəm. Videonun sonuna qədər baxmağa diqqət eləyin. Məhkəmələri daha asan yolla necə yadda saxlamaq olar, bunları deyəcəm. Dördüncü kateqoriya dövlət orqanlarına nəzər salaq. Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında yerli və icra hakimiyyəti orqanları, rayon şəhər məhkəmələri, rayon şəhər prokurorluqları, MİHO-nun yerli bölmələri və hərbi prokurorluqlar. Beşinci kateqoriyaya isə MİHO-nun və agentliklərin yerli bölmələri aiddir və sahə üzrə nümayəndəliklər aiddir. İndi isə sizə məhkəmələri necə asan yadda saxlamaq olar, onu izah eləyəcəm. Baxın, burada məhkəmələri qeyd etmişəm. Ali kateqoriyaya cəmi 2 məhkəmə aiddir. Konstitusiya Məhkəməsi və Ali Məhkəmə. Digərləri isə ikinci kateqoriyaya aiddir. Digərlər deyəndə sadəcə apellyasiya məhkəmələri ikinci kateqoriyaya aiddir. Yəni bütün apellyasiya məhkəmələri ikinci kateqoriyadır. Üçüncü kateqoriyaya isə ixtisaslaşmış məhkəmələr aiddir və dördüncü kateqoriyaya isə rayon şəhər məhkəmələri. Rayon şəhər dedikdə, məhkəmə dedikdə yalnız dördüncü kateqoriya olduğunu bilməlisiniz. Və prokurorluqlara nəzər salaq. Prokurorluqları da bu cür konspektləşdirmişəm ki, sizin üçün daha yadda qalan olsun. Buradan dəftərinizə də köçürə bilərsiniz, videonu saxlayıb. İndi isə baş prokurorluq birinci kateqoriyadır. İkinci kateqoriya Azərbaycan Respublikasının hərbi prokurorluğudur. Üçüncü kateqoriya isə Bakı şəhər prokurorluğudur. Dördüncü isə hərbi prokurorluqlar. Videonun sonuna gəldik. Bütün istisnalara, bütün kateqoriyalara nəzər salmış olduq. Mənə abunə olmağı və videomuzu bəyənməyi unutmayın ki, daha çox insana çatsın. Və qanunvericilik üzrə hazırlıqlar onlayn keçirilir. Ətraflı məlumat üçün yorumda bildirin. Sizə ətraflı məlumat veriləcək.
videonun davamını və daha ətraflı videolar çəkməyimi istəyirsinizsə, videoda bildirin. Və bu cür videolar çox azdır, çünki konspektləşdirilmiş videolar heç kəs çəkmir, hamı uzun-uzadı çəkir. Amma mən sizin üçün sırf konspektləşdirmişəm ki, siz bu cür dəftərinizə köçürəsiniz və yadınızda saxlayasınız. Bu cür əzbərləmək çox əlverişlidir. Yəni imtahanda çox insanın bu cür yadında qalır. Sağ olun, salamat qalın.